Vaxtınız xeyir olsun değerli izləyicilərimiz. Xoş gördük sizləri. Məştaqa Buzovlu yolda Ayda Parkı tam yaxın bir ərazidə 6 sot torpaq sahəsinin üzərində bax belə bir Sənəcəran kanallar var və şeylər olacaq. Bu saçlar 5000 manat reallıq olası ev sahibi tərəfindən olacaq. İnşallah təqdim edək sizlərə. 312 kvadratlı. Aşağıda 3 otaq, bir mətbəx, bir sazı, yuxarısı böyük bir mansatdan ibarət. Evi tam size göstereyim. Sağ keçidi var ve burada sağ hissəsində torpaq sahəsi və divarda işıqlandırmalar var. Kim istəsə, yəni gələcəkdə dəyişə də bilər. Və giriş hissəsində sizlərə göstərək inşallah. Giriş hissəsini tam şəkildə izləyicilərimizə göstərək. Və keçirik evin içərisinin təqdimatına inşallah. Burada koridora girişdir. Sağ hissədə əşyalar qoyulmaq üçün yer var. Düzdür, buraya stipol deyil. Və keçirik evin içərisinin təqdimatı. Ev kombindən ibarətdir. Burada da giriş içində əşyalar üçün qoymağa yer var. Bura koridordur, enli bir koridordur. Və keçək otaqların inşallah təqdimatına. Birinci otağımızı sizlərə təqdim edir. Böyük bir otaqdır. Və ikinci otağımızı təqdim edək. Bu da eynilə böyük bir otaqdır. Və üçüncü yataq otağımızı təqdim edək sizlərə. Və mətbəx hissəsini. Mətbəxi də geniş bir mətbəxi var, fikir verin. Və sanjerini təqdim edək. Sonra qalxaq ikinci mərtəbənin təqdimatına inşallah. Burada sanjer hissəsidir. Sanjer hissəsində sizlərə təqdim edək. Və qeyd etdiyimiz kimi buradan da ikinci mərtəbəyə keçid var və qalxaq ikinci mərtəbənin təqdimatına və böyük bir mansat və qeyd etdiyimiz kimi 312 kvadratdır. Qiymət 185 qeyd etdiyimiz kimi əşyalar da qalacaq. Mansatın işığını yandırılır. Burada da böyük bir, geniş bir mansat və orada da əlavə kameni var. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məştaqa Buzovlu yolunda da Ayda Parka tam yaxın bir ərazidə 6 sot torpaq sahəsinin üzərindədir. 2 mərtəbəli şəxsi tikilidir. Sənəcəranın sərəncamıdır. Kanallarına qədər və 212 kvadrat əşyalandı, bəziləri qalacaq. İlkin olaraq qiymət 185.000 manatdır. Reallıq olası ev sahibi tərəfindən endirim olunacaq və səhifəmizi izləyəcək Məştaqa əməkdaşları rəhbərliyindən sizlərə dərin təşəkkürümüzü bildiririk.